Əziz xalqım, əziz Türkiyəlilər, əziz Turan sevərlər. Bildiyiniz kimi, bugün yəni 3 oktyabr tarixi Türk Dövlətləri Günü olaraq qeyd edilməkdədir. Mən də vətən sevdalısı, Turan sevdalısı bir vətənpərvər şair, nazlı yazar olaraq istədim ki, yazdığım Turan gerçəyində gözlər güləcək şeirimi sizinlə burada bölüşüm bir video çarx halında. Onu da qeyd etmək istəyirəm ki, bu şeiri keçən il Bakıda keçirilən 3-cü Türk Dünyası Ədəbiyyatı və Kitabı Festivalında da çıxış edərkən söyləmişdim və təqdirə layiq bilinib də bəyənilmişdi. İnanıram ki, siz izləyicilərin də xoşuna gələcəkdir və bəyənəcəksiniz. Beləliklə, Turan gerçəyində gözlər güləcək şeirimi sizinlə bölüşürəm. Müəllif, Jurnalistlər Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı, vətənpərvər şair, nazlı yazar. İki Türk bayrağı durub yan-yana, eşq olsun Türkiyə, Azərbaycana. Gövdəsi bir olan bax bu bayraqlar, şöhrətlə səs salıb bütün cahana. Bir Türk əsri deyil, era gələcək. Bil Türk kəslərə həsəd ediləcək. Əhdinə düz olan mərdan kəslərin Dür-Turan birliyi gerçəkləşəcək. Göy boz qurdu seçdi ana türkünə. Sərkərdəsi Heydər Atatürkünə. Elə bir güc qüvvət verdi ki bilsən, yer ayağından qaçar düşmən bilsən. Dosta dost, arkadaş, düşmənə sərtik. Biz Oğuz oğlu tək əzəldən mərdik. Turan sevdalısı Ənvər Paşanın yol davamçısıyıq, biz ki türklərik. Turan gerçəyində gözlər güləcək. Çin arzu diləkli sözlər güləcək. Türk soylu ellərin birləşdiyi gün həsrətdən qurtulan Vüsal güləcək. Nazlı yazar deyər, qəlbə dolanı, qoy Tanrım qorusun Turan olanı. Nəsillər vahidi, əsrlər şahidi, qartal baxışlı nər, türksoy olanı. Qartal baxışlı nər, türksoy olanı.